Ən cavan şəhidimiz Samir Əliyev. Samir Əliyev 1977-ci ildə Cəbrayılda anadan olub. Ermənilər bizə qarşı iş təxribatları törədən zamanı onun 11 yaşı var idi. Cəbrayılda müdafiə batalyonları yaradılan zamanı Samir bura gedib əsgərlərə kömək edər, cəbhəyə silah daşıyardı. Samir müharibəni çəmənləşdirmək üçün ailəsini Bakıya aparmışdı. Amma Samir vətən mənə çağırır getməliyəm deyərək 15 yaşında cəbhəyə qayıdır. Samir öz istəyi ilə ərizə yazıb 1992-ci ildə məktəbdən çıxmış, döyüşlər etmişdi. Yaşı kiçik olduğu üçün onu döyüş meydana buraxmaq istəməsələr də Samir təkid və istisna ilə komandir onu qəbul edir. Samir könüllü olaraq İmişli batalyonuna qoşulur. Onu heç nə qorxutmurdu. Hətta mühasirəyə düşmüş əsgərlərin mühasirədən çıxarmışdı. Samir 1993-cü ildə Banazul ətrafına gedən döyüşlərdən əlində avtomat alıb son nəfəsə kimi düşmənlə vuruşdu. Samir yaralı olmasına baxmayaraq döyüşə davam edirdi. Döyüş zamanı Samir ağır yaralanır, ürəyindən ağır qəlpə yarası alır və 16 yaşında şəhid olur.